Xaricə qaçan sabiq vəzifəli cinayətkarların planı baş tutmadı. Xüsusi konvoyla Azərbaycana gətirildi. Dövlət Gömrük Komitəsində qaçaqmalçılığa görə başlanmış cinayət işi üzrə axtarışa verilən Amal Əzizov və Əbülfət İsmailzadə Gürcüstandan Azərbaycana ekstradisiya olunub. Həmin şəxslər barəsində qrup şəxs halında cinayət əlaqəsinə girməklə ümumilikdə 1 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində Xəzər dənizinin sahilində qanunsuz olaraq inşa olunmuş qeydiyatsız yan alma körpüsündən keçirməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətirilməsinə əsaslı şübhələr müəyyən edilib. Baş prokurorluqdan reporta verilən məlumata görə qeyd olunan şəxslər Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.